Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Mən də balamızı Allah subhanahu ta'aladan təqva diləyirəm və Allah subhanahu ta'aladan istəyirəm ki, Allah subhanahu ta'ala onu Muhammed sallallahu aleyhi və səlləmin ümməti üçün mübarək qullarından etsin. Və Allah subhanahu ta'ala onu təqvalı qullarından etsin. Valideynlərin qurratul ayn, göz bəbəyi olan qullarından etsin. Və ağalı mən Allah subhanahu ta'ala bərəkət versin. Müəllimimizdir, barakallahu fikum. Və sünni olaraq sağ verdi, amma elhamdülillah ağalı müəllim də, Süleyman müəllim də elmdə də və fəzilətdə də bizdən də üstündür və bizdən də böyüklər. Barakallahu fikum. Allah sizə bərəkət versin. Muhammed sallallahu aleyhi ve sellem'in üstünlüğü hakkında İbn Abbas radıyallahu anhu'dan, daha doğrusu Abbas radıyallahu anhu'dan, Muhammed sallallahu aleyhi ve sellem'in əmisi Abbas radıyallahu anhu'dan soruşurlar ki, sen böyüysen yoksa Muhammed sallallahu aleyhi ve sellem. Abbas radıyallahu anh buyurur ki, mən Muhammed sallallahu aleyhi ve sellem'den qabaq doğulmuşam, amma o məndən daha böyük. İndi qardaşlar da elhamdülillah, elmdə də fəzilətdə də bizdən də daha üstündürlər. Allah subhanahu ta'ala bərəkət versin. Allah subhanahu ta'ala bizlərin hamımızı müvəffəq etsin, özünü sevib, razı qaldığı əməllərə. Və qısa olaraq da qardaşlar, Allah Resulü'nün sallallahu aleyhi və səlləmin hədislər var, gözəl hədislər var, hansı ki, bizim hər birimizə Allah Resulü'nün sallallahu aleyhi və səlləmin həmin hədislərinə öyrənmək, onların şərhinə baxmaq, onları öz həyatımıza tətbiq etmək lazımdır. Tətbiq etmək vacibdir, lazımdır anlansın. Və həmin hədislərdən də bir neçəsi var ki, hansı ki, bugün bizdə özümüzə lazım olan, öz övladlarımıza öyrənməsi olan, öyrədəcəyimiz olan, yəni, böyük əməllərdir. Və həmin hədislərdən də, həmin əməllərdən də biri həya haqqındadır. Həmin əməllərdən də biri həya haqqındadır. Yəni, müsəlmanın həyalı olması. Müsəlmanın həyalı olması. Yəni, həya dinimizin bizə təlqin etdiyi, Muhammed sallallahu aleyhi və səlləmin bizə öyrətdiyi ən üstün, ən keyfiyyətli xüsusiyyətlərdən, əməllərdən biridir. Barakallahu fikum. Allah Resulü sallallahu aleyhi və səlləmin hədisində buyurur ki, Əl-həyəu minəl-iman vəl-imanu fil-cənnə. Həya imandandır. İman da cənnətdədir. Bax, həya imandandır. İman da cənnətdədir. Yəni Allah Resulü'nün sallallahu aleyhi ve sellem hədislərində həmişə diqqətlə baxıb, dinləyib nə etmək lazım? Yəni həmin hədisləri çalışıb həyatımıza tətbiq etmək lazım. Yəni boşu-boşuna buraxmaq lazım deyil də. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem o hədisləri və Allah subhanahu dinin şəriətini bizə göndərib. Allah Resulü sallallahu aleyhi ve sellem o hədisləri bizə danışıb. Nə üçün? Yəni bizim həyatımızın, bizim yaşayışımızın gözəl şəkildə olması üçün və həmçinin axirətimizin gözəl olması üçün. Barakallahu fikum. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Əl-həyəu minəl-iman. Həya imandandır. Vəl-imanu fil-cənnə. İman da cənnətdədir. Və sonra dalıca buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm Vəl-bəzəu minəl-cəfə. Vəl-cəfəu fin-nar. Bəzə, yəni pis danışıq, çobud danışıq, çobudluq, yəni pis o nalayıq danışıq, nədir? Çobudluqdandır. Yəni, nalayıq, ağzını açanda görsən, söyüşlə açır. Yəni, həya yoxdur. Həyasızcasına, bizdə bir də həyasızcasına danışır. O həyasızcasına danışır, deyir, çobudluqdandır. Və çobudluq da nədir? Cəhənnəmdədir. Allah subhanahu qorusun. Yəni, bu da həmin bu sifətin, bu vəsfin, həyanın, yəni həya sifətinin, həya xüsusiyyətinin yəni, necə də önəmli, yəni bizim üçün necə də önəmli bir xüsusiyyət olduğuna dəlalət edir. Və Allah Resulü sallallahu aleyhi və səlləmin həya haqqında da bir hədisi var. Allah Resulü sallallahu aleyhi və səlləm öz sahabələrini öyrədir. Allah Resulü sallallahu aleyhi və səlləm öz sahabələrini sevirdi. Və bir insan sevdiyinə nəyi öyrədir? Yəni, onlara ən üstün keyfiyyəti, ən üstün yəni nədir? Onlara lazım olan məsələləri öyrədir. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, sahabələrinə bir yerdə olduqları vaxt. İstəhyu minallah haqqal həyə. Allahdan haqqı ilə həya edin. Allahdan haqqı ilə həya edin. Və İbn Məsud radiyallahu anh deyir və deyir ki, İbn Məsud radiyallahu anh deyir ki, biz dedik ki, İnnə lənəstəhyi ya Rasulallah və elhamdülillah. Biz dedik ki, ey ya Rasulallah,
biz elhamdülillah həya edirik. Bak Allah Resulü sallallahu aleyhi ve sellem orada deyir ki Allah'tan hakkıyla həya edin. İbn Məsud radıyallahu anh deyir ki biz, ya Resulullah biz yəni elhamdülillah həya edirik. Demədi haqqıyla həya edirik. Çünki nədir? Haqqıyla həya etmək bu nədir? Nəfsi təzkiyə etmək kimdir ki, nədir? Sahabilər bunu öyrətmiş olurlar ki, insan öz nəfsini təzkiyə etmiş olmasın. Və Allah Resulü sallallahu aleyhi ve sellem o ki, leysə zək. Yəni bu sizin o dediyiniz deyil. Yəni bu sizin dediyiniz həya o deyil. Lakin el-istihya innallah haqqal həya en tehfazar ra'sa ve ma va'a ve en tehfazal batna ve ma hava ve en tetezekkeral mevte vel bila ve men eradel ahirete tereke zineted dunya femen fe'ale zâlike fekad istihya minallah haqqal həya. Ve Allah Resulü sallallahu aleyhi ve sellem onlara Allah'tan hakkıyla həya etmeyi onlara başa salır buyurur ki, yəni Allah'tan hakkıyla həya etmək nədir? Başı və ordulanları qorumaq. Başı və ordulanları qorumaq. Başda nə var qardaşlar? Göz, qulaq, dil, öyle də insan fikirləri. Yəni fikirləri qorumaq çox önəmlidir qardaşlar. Barakallahu fikum. Yəni fikirləri qorumaq çox önəmlidir. Hətta İbn Qayyim rahimehullahın sözü var ki, fikirlər bir dəyirman kimidir. Ya ora yəni buğda tökəcəksən, dən verəcək, fayda verəcək, ya da indi şeytan orada daşqın tökəcək, nədir? Xarab olacaq. Yəni ona görə nədir? Fikirləri, insan öz fikirlərin həmişə ondan yəni gələn o pis fikirlər ki var, daim ondan Allaha sığınmalıdır. Əuzubillahi mineşşeytanirracim. Yəni şeytana Allaha sığınmalıdır və daim bu yəni fikirlərin qorumalıdır. Allah Subhanahu taalanın bu yaratdıqları haqqında fikirləşməlidir ki, necə də əzəmətli yaradıqlar var. Allah Subhanahu taalanın necə də əzəmətli yaratdıqları var. Həmçinin gözün qorumalıdır. Başda olan qorumaq, gözü qorumalıdır haramlardan. Həmçinin dilin qeybətdən qorumalıdır. Və qulağın da haramlara qulaq asmaqdan, ümumən yəni dilə, gözə, qulağa aid olan nədir? Günahlardan, başında olan bu dilin, gözün, qulağın qorumalıdır. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, ondan sonra bətni və ordu olanları qorumaq. Və alimlər burada buyurur ki, barakallahu fikum. Bətində olan nədir qardaşlar? Ən önəmli qəlb. Ən önəmli qəlb. Yəni qulun da üzərinə düşəsi, qorunması vacib olan ən önəmli yer qəlbdir. Çünki qəlb bütün əzaların padşahıdır. Qəlb bütün əzaların padşahıdır. Yəni Allah Resulü sallallahu aleyhi ve sellemin hədisində gəlir, hamımızın bildiyimiz məşhur hədis. Ələ və innə fil cəsədə mudğətən izə salihət salihəl cəsədə kulluhu və izə fəsədət fəsədəl cəsədə kulluhu ələ və hiyəl qalb. Bilin və agah olun ki, qəlbdə bilin və agah olun ki, bədəndə bir ət parçası var. O əgər islah olarsa, sağlam olarsa, bütün bədən islah olar, sağlam olar. O əgər fəsada uğrayarsa, bütün bədəndə fəsada uğrayar. Bilin və agah olun ki, o qəlbdir, bir Allah Resulü sallallahu aleyhi ve sellem. Əbu Hüreyrə radiyallahu anhunda bir sözü var qəlb haqqında ki, Əbu Hüreyrə radiyallahu anh buyurur ki, qəlb bütün bədən üzvlərinin padşahıdır. Qəlb bütün bədən üzvlərinin padşahıdır. Və o bədən üzvləri, əzalar da onun əskərləridir. Əgər deyir, padşah islah olarsa, onun qoşunu da əskərləri də islah olar. Padşah fəsada uğrayarsa, onun qoşunları da nə olar? Fəsada olar. Ona görə də nədir? Birincisi qəlbi qorumaq lazım ki, qəlb islah olandan sonra, qəlb düzələndən sonra da dil də düzələcək, göz də, qulaq da və ayaqlar da, əllər də nədir? Bunlar da islah olacaq, düzələcək. Allah Subhanahu taala bizləri müvəffəq etsin. Və həmçinin ondan sonra yəni bətində olan Allah Resulü sallallahu əleyhi və səlləm dediyin qorumaq, mədəni qorumaq. Nəydən? Haramlardan qorumaq. Allah Subhanahu bizləri hamımızı müvəffəq etsin. Mədəni ona yəni gedəcək haramlardan, yəni ora haram tikə getməsindən, haram su içilməsindən, haram yeməkdən, içməkdən insanın öz mədəsini qorumasın. Sonra Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim ölümü və sonra çürüməyi xatırlayarsa, kim ölümü və sonra çürüməyi xatırlayarsa və kim ölümü və ondan sonra çürüməyi xatırlayarsa, artıq dünyanı və onun zinətini tərk etmiş olar. Kim və deyir, yəni həyalı olmaq həmçinin yəni ölümü ondan sonra çürüməyi xatırlamaq. Ölümü və ondan sonra çürüməyi xatırlamaq. Və ən tətəzəkkərəl mevt vəl bilə. Ölümü və ondan sonra çürüməyi xatırlamaq. Və deyir, kim bunları edərsə,
artıq Allahdan haqqı ilə həya etmiş olar. Kim bunları edərsə, artıq yəni və deyir Allah Resulü sallallahu əleyhi və səlləm axirəti istəyən dünyanın bərbəzəyindən üz çevirmiş olar. Axirəti istəyən bir kəs dünyanın bərbəzəyindən üz çevirmiş olar. Və kim bunu istəyərsə Allahdan haqqı ilə həyat etmiş olar. Deməli Allahdan haqqı ilə həyat etmək nə oldu? Barakallahu fikum. Başı ordu olanları qorumaq və qarını ordu olanları qorumaq və axirəti fikirləşmək və ölümü və ölümdən sonra çürüməyi fikirləşmək və həmçinin kim axirəti istəmək, Allah axirəti istəmək və dünyanın bərbəzəyinə aldanmamaq. Dünyanın bərbəzəyinə aldanmamaq. Və Allah Resulü sallallahu aleyhi və səlləmin vəsfi haqqında gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləmin vəsfi haqqında gəlir ki, kənin Nəbi sallallahu aleyhi və səlləm əşəddə həyyən minəl-əzrai fi xidrihə. Allah Resulü sallallahu aleyhi və səlləm yəni Allah Resulü sallallahu aleyhi və səlləm bizə həyanı öyrədir. Allah Resulü sallallahu aleyhi və səlləm özü nə deyir? Ləqad kənə ləkum fi Rasulillah usvatun həsənə. Allah Resulündə sizin üçün gözəl örnəklər var. Yəni Allah Resulü sallallahu aleyhi və səlləm bunu dilində bizə deyir və əməlində də bunu bizə öyrədir. Necə ki, hədisdə gəldiyi kimi Allah Resulü sallallahu aleyhi və səlləmin vəsfindən Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, Allahın elçisi sallallahu aleyhi və səlləm çadırında olan bakirə qızdan daha həyalı idi. Allah Resulü sallallahu aleyhi və səlləm qızdan daha həyalı idi. Yəni, alimlər yəni burada nədir? Bir çox faydalar çıxardılar. Barakallahu fikum. Birinci nədir? Yəni qadının həyalı olması. Yəni ümumən həya vəsfi, həya sifəti çox üstün bir sifət, yəni çox üstün bir keyfiyyət, üstün bir əxlaqdır. Və xüsusilə də qadın üçün. Xüsusilə də qadın üçün. Ümum olaraq hamı üçün, xüsusilə də qadın üçün nədir? Hansı ki bu hədisdə də qeyd olundu, nədir? Yəni çadırında olan qızdan daha həyalı idi. Yəni qadının vəsfi, yəni həya qadının ayrılmaz bir vəsfidir. Yəni qadın xeylağı xüsusən də Allaha iman gətirmiş. Mömin müsəlman bir qadın həyalı olmalıdır. Və bunu biz öz övladlarımıza daim öyrətməliyik. Bunu biz öz övladlarımıza daim öyrətməliyik. Görürsən günümüzdə nədir? Qadınlara qarşı, hicaba qarşı nə edirlər? Kampaniyalar aparırlar. Yəni hicabı sanki geridə qalmış kimi və yaxud da övladlarımızı nədir? Sanki biz məcbur eləyirik kimi. Amma nədir? Biz övladlarımıza ən üstününü öyrədirik. Yəni yəni qadınlığın tələb etdiyi vəsflər, xüsusiyyətlər var. Hansı ki ən keyfiyyətli, ən üstün xüsusiyyətlər də bunlardır. Onlardan da biri, ən üstünlərindən biri həyalı olmaq. Məhz biz bunu öz övladlarımıza öyrədirik. Nə olsunlar? Yəni onlar övladlarımız həyalı olsunlar. Yəni həm oğlan, həm qız xeylağına. Xüsusilə də qız xeylaqlarına. Xüsusilə də qız xeylaqlarına. Orada bir diqqət çəkən alimlər buyurur, diqqət çəkənlərdən yəni hədisdə keçən nədir? Çadırında olan, yəni qız xeylağının vəsfindəndir ki, nədir? Və qarna fi buyutikunna və la təbərrəcən təbərrücəl cahiliyyətil ulə. Evlərinizdə qərar tutun. Allah Subhanahu Muhammed sallallahu əleyhi və səlləm zövcələrinə deyir, evlərinizdə qərar tutun, cahiliyyə dövründəki kimi bəzənib çölə çıxmayın. Və orada da hədisdə də keçir nədir? Çadırında olan, yəni qadın xeylağının vəsfindəndir ki, qadın xeylağının xüsusiyyətlərindən, xislətindən ki, yəni çox qarışmasın. Çünki insanların arasına qarışmaq, xüsusən də yəni görürsən yad insanların, yad kişilərin arasına çıxmaq qadının həyasının getməsinə səbəb olur. Qadının həyasının nədir? Aradan qalxmasına səbəb olur ki, yəni qadının vəsflərindəndir ki, daim öz evində övladlarının üzərində, yəni onların tərbiyəsi ilə məşğul olması və insanların arasına, belə qırağa bucağa çox çıxmaması. Bu da nədir? Bu da qadınların xüsusiyyətlərindəndir. Qadınların xüsusiyyətlərindəndir. Və həmçinin həyalı olmağın üstünlüklərindəndir ki, alimlər buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem hədisini gətirirlər və hamımızın bildiyi bir hədisdir. Yəni bir insanın özünün həyalı olması başqalarına da onun həyası təsir edir. Bir insan özü həyalı olduğu vaxt, hətta qarşısındakı insan ondan daha üstün, daha fəzilətli olsa belə, o həya digərlərində təsir edir. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm oturduğu vaxt dizləri açıq olur. Yəni sırmalanır dizlərinə qədər. Və Əbu Bakr radiyallahu anh gəlir, Ömər radiyallahu anh gəlir və Allah Resulü sallallahu aleyhi və səlləm uzanıqlı olur, ya dizləri açıq olur, durmur.
Osman radiyallahu anh gəlib üzn istədiyi zaman durur Allah Resulü sallallahu aleyhi ve sellem. Və deyir ki, yəni Osman radiyallahu anh həyasına görə və ondan sonra soruşulduqda deyir ki, yəni mələklərin həya etdiyi bir insandan mən həya etməyim. Hansı ki, Allah Resulü sallallahu aleyhi ve sellemlə Osmandan daha fəzilətlidir, elədir. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem burada şək yox, şübhə yox ki, Allah Resulü sallallahu aleyhi ve sellem əfdalul bəşər, yəni bəşərin yaradılışının ən xeyirlisidir sallallahu aleyhi ve sellem. Osman radiyallahu anh həyalı olması nədir? Yəni təsir edir, hətta nədir? Allah Resulü sallallahu aleyhi ve sellemin onun üçün qalxmasına, onun üçün etməsinə, yerindən durmasına və aşağı salmasına, paltarın aşağı salmasına. Bu da nədir? Bu da insanın həyalı olması, digərlərinə təsir edir. Digərlərinə də təsir edir ki, Allah subhanahu bizim hamımızı müvəffəq etsin. Allah Resulü sallallahu aleyhi ve sellemin həyatını öyrənib, gözəl şəkildə öyrənib, fəhm edib, öz həyatımıza tətbiq etməyə və övladlarımıza öyrətməyə Allah subhanahu bizləri müvəffəq etsin. Və Allah daha doğrusunu bilir. Subhanakallahumma və bihamdika əşhədu en la ilahe illə ente estağfiruke və etûbü ileyk.